Tamam dostlar, dizayn patternlar mövzusunu davam eləməkdən öncə istədim ki, bir dənə maraqlı mövzuya toxunaq. Bu mövzu function interfeyslər və lambda function. İstədim birinci ora toxunaq, sonra dizayn patternlara davam edelim. Çünki dizayn patternlar bəzilərində ola bilsin, belə deyim də, interfeysin implementasiyası, klassın özünün aparması və həmin interfeysin o verə olunub polimorismin istifadə olmasından nümunələr verir və bəzi izləyicilər gəlir baxır və heç nə başa düşmür. Çünki function interface haqqında bəzi yerlər haqqında, məsəl üçün, kifayətli məlumat sahibidir. Məsələn, burada nə ola bilər? Burada test metodu var və test metoduna birbaşa lambda funksiyonun göndərilməsi. Bəzi izləyicilərə bu kod biraz qəribə gələ bilər, yəni düzgün belə deyim, dəyərləndirməyə bilər bu kodu və istəyirəm birinci bu haqda danışım. Son nəticə bu olasıdır. Yəni. İndi başlayaq yavaş-yavaş həmin example verməyə. Biraz da sadə dildən gedək. Məsələn, bunu necə eləyə bilərik? Gedək, bir dənə package, bir dənə yükləyək adına. Deməli, belə, təsəvvür edin ki, siz dostdan, tanışdan xəbər almışsınız. Bir dənə bərbərxanada Bir dənə bərbərxanada belə deyim, işçi axtarırlar, bərbər axtarırlar ya da bərbər deməyim, ki, dəsmalları yumaq üçün birinə ehtiyac var. Nəsə iş axtarırlar, bir bərbərxana özünə iş axtarır. Və bu bərbərxanada da indi belə bir şey eləyək. Bir dənə bərbərxana klassımız var və bərbərxana klassında işçi işə qəbul oldu, məsəl üçün, hansısa iş axtarır və işçi işə qəbul olana bəzi proseslər getməlidir. Bunu eləyirik public static void işçi işə qəbul oldu şəklində. Okay. Sort sənədləri gətir. Sənədlər. Sənədlər və sort. Təbriklər işə qəbul oldu şəklində. Dən misal gəlir. Təbriklər işə qəbul oldu misal gəlir və bu bir dənə funksiya metoduna görə biz deyirik ki, bu metod içərisinə hər hansı bir tipdə olan məlumat daxil olmalıdır. Məsələn, bu nə ola bilər? Müraciət edənlər, məsəl üçün, klası var. Müraciət edənlər. Müraciət edənlər klası var və nə olmalıdır? Müraciət edənlər klasından tipində bir dənə gözləyirik ki, bir dənə klass ötürülsün və həmin müraciət edən insanın müraciət edənlər içərisində məlumatlar gəlsin, doldurulsun və həmin müraciət edəni işə qəbul etsinlər. Amma bu proses bu qədər sadə deyil. İndi təsəvvür edin ki, bu bərbərxanaya indi filankəs deyə bir nəfər var, onun qardaşı oğlu var. Deyir ki, bəs bu bərbərxananın yiyəsi mənim tanışımdır, bəs filankəsə deyir ki, get işdə, sən də xal olmuşsan, mən sən deyərəm, sən get işdə, müraciətlə sən işə götürəsən. Deyir, bəs yaxşı. Bir dənə də o filankəsi nəyini yaradırıq? Filankəsi də tanımırıq biz. Tanımırıq deyə bir dənə interfeys yaradaq. O da olsun nə filankəs. Filankəs. Bir dənə də belə bir şey var. Void adını ver metodu var. Bu deyir ki, get mənim adımı ver, mənim haqqımda biraz məlumat ver, sən işə götürəsən. Okay, deməli, bu bərbərxanada işçi işə qəbul oldu da bizə nə lazımdır? Filankəsin göndərdiyi adamlar lazım. Deməli, buna görə də bu nə olmalıdır? Bu metoda gələn dəyər nə olmalıdır? Filankəs tipində bir nəfər müraciət edən olmalıdır. Müraciət edən olmalıdır. Okay. Deməli, belə. Bir dənə filankəs tipində müraciət edən olmalıdır və bu müraciət edəndə işə qəbul olmalıdır. Burada bir dənə PCVM yaradırıq bərbərxananın içərisində. Okay. Deməli, birinci müraciət edənlərdən müraciət edənlər var. Müraciət edənlər bərabərdir. New müraciət edən. Okay. Müraciət edənlərin siyahısını yığdıq.
götürdü. İndi deyirik ki, müraciət edənlərə biri seçilə bilərmi? Əlbəttə seçilə bilməz. Bunu necə yoxlaya bilərik? İşçi qəbul oldu klassına müraciət edənləri göndərdik dəyəri. Okey, göndər, amma bir xəta var. Xəta nədir? Baxırıq. Nida. Kas arqument filan kəsə. Deyirəm, yaxşı. Kas deyirəm, arqument filan kəsə. Okey. Yenə hər şey normal görünür. Run eləyirəm. Xəta verdi. Elə ki, göndərdi, filan kəsə kas verdi. Amma getdi sənədlərdə da yenə xəta oldu. İşə qəbul olundu. İndi bir dənə də belə bir şey var. Bir dənə də qohum. Bir dənə qohum klassı var. Qohum klassı əslində kimdir? Bu tapşırılan şəxs. Ona görə bir dənə implement eləyirik. Bu filan kəs, yəni filan kəs adından gələn bir şəxs olduğuna görə filan kəsə implement edir. Artıq yəni bu qohum klassı hara getsə nə olur? O getdiyi yer bərbərxananın sahibi onu filan kəs gözü ilə görür. Yəni artıq bu qohum gedib müraciət edirsə həmin iş yerinə, bu artıq işə qəbul edən üçün kimdir? Filan kəs. Filan kəsi eləyəndə biz avtomatik onun bir dənə implement metodu var. Metodu biz override eləməliyik. Nəyə görə override eləməliyik? Çünki filan kəs interfeysidir. Bunun içərisində bir dənə bizim nəyimiz var? Metodumuz var və metodumuzun heç bir bodysi yoxdur. Metodun bodysi olmadığına görə biz nə eləməliyik onu? Override eləməliyik. Okay. Override eləyə görə nə baş verir? İndi bu da geçsin ekranın ortasından. Okay, override eləməliyik. Gəlirik. Implement filan kəs deyir, adıma ver. Sod məni dayı oğlum göndərib bacısı oğlum. Okay, mən deyir, sən dayı oğlunu göndərib. Mən onun dayısı oğlum. Aha, deyir, yaxşı. İndi gəlirik bərbərxana klassının içərisinə. Bu metod olmadı. Bu filan kəs kimi özünə apara bilmir də. Bu filan kəs olmadığına görə özün filan kəs kimi apara bilmir. Bu da xəta baş verir. Okay, bunu komment alırıq indi. Bunu komment aldığımız zaman nə baş verir? İndi gəlirik biz hara? İşə qəbul oldu metodu dəyər göndərməyə dəyər göndərir. Bu dəfə yoxlayaq. Biz qohum klassını yoxlayaq görə nə baş verir? Qohum bərabərdir new qohumu göndərdik və nöqtəyi qoyduq. İndi işə qəbul oldu metodu nəyə göndərir? Qohum dəyərini göndərir. Okay. Qohumu parametr, arqument olaraq göndərdik. Bu da xəta vermir. İndi çalışdırmağa yoxlayaq görək exception xəta atırmı? Okay. Sənədlər təbliğ işə qəbul oldu. Bu qohum gəldi. Bir dənə də hələ biraz da öz haqqında ediləsin, haqqında danışsın, adımı ver. Bir dənə də adını versin. Görən nə baş verir. Okey, məni dayı oğlunu göndərib. Göndəribin B-si biraz şey oldu. Göndərib, bacısı oğluyam, sənədlər təbliğ işə qəbul oldu. Əla, bərbərxanaya təzə işi qəbul edir. İndi bu proses necə baş verir? Nə olur, nə olmur? İndi növbəti videoda maraqlı gəlirsə, baxa bilərik və biraz da işi dərinləşdirib bayaqki formaya gətirəsik. Bu, indi videolar uzun aldaydı deyə bir çoxsun marağını çəkmirdi. Oturub saatlara videoya baxmaq, mən də olsun baxmaram. Ona görə belə qısa hissələr halında çəkirəm ki, həm sizə maraqlı gəlsin, həm də yuxunuz gəlməsin. İndi maraqlı olsa, bu lambda functionlar deyə bilərik mövzuya. Sezon 1, birinci bölümdür. Növbəti bölümdə görüşənə dək hələlik.